Salam, hər birinizi xoş gördük uşaqlar. Təbiətdən KSG-yə hazırlaşırıq. Ümumi təkrar edəcəyik. Siz də KSG-dən yaxşı bal almaq istəyirsinizsə, bizimlə birlikdə təkrar eləyək və keçilən dərslərimizi yadımıza salaq. Bu Özcandır, Özcanı tanıyırsınız və bu da təbiət kitabıdır. Hüceyrədən orqanizmə nə demək uşaqlar? İnsan bədəni hüceyrələrdən ibarətdir. Hüceyrələrdən. Və biz qocaldıqca, həmin yaşımız artdıqca, böyücü qocaldıqca insan bədənində hüceyrələr get-gedə azalır. Başa düşürsünüz? Hüceyrələr, toxumalar. Demək, insan orqanizmi nə deməkdir uşaqlar? Hissələrdən ibarətdir. Fikir verin. Evi tikərkən biz nə edirik? Daşlardan. Tək daşı daşın üzərinə qoyanda ev sizcə tikilə bilər? Bünövrə qoyula bilər? Baxın. Evi tikmək üçün nədən ibarət? Kərpicdir. Kərpici kərpicin üstünə qoymaqla lazımdır. Bizim üçün lazımdır əlavə digər materiallar. Sement lazımdır, su lazımdır, sementin içərisinə qatılacaq maddələr lazımdır. Onlar lazımdır ki, onları daşa üzərinə qoyub digər daşı üstünə yapışdıranda o möhkəm olsun, düşməsin və bünövrəmiz möhkəm olsun. Və insan orqanizmdə o demək deyil ki, biz ətdən və sümükdən ibarətik. Görək, insan bədəni nələrdən ibarətdir? İnsan bədəni hüceyrədən ibarətdir, toxumadan ibarətdir, orqanlardan, orqanlar sistemindən və orqanizmimizdən ibarət. Bax, biz bu insanı görürük. Geyimdə, paltarlı, görürsünüz. Amma bu insanın, belə deyim də, maketi nədir? Nədən formalaşıb? Bir dənə kukla alırıq. O kuklanın paltarlı olsa da, əvvəlcə qolunu çıxarıb, baxırıq ki, bu bunun paltarıdır. Düzdür? Paltarda içinə görmək olmur axı. Biz o kuklanı görürsünüz, uşaqlar əlini, ayağını sındırır, baxır, görüb içərisində nə var. Bu oyuncağın içərisində nə var? Maraqlıdır da ona. Görün, bax, bu bunun görünən tərəfidir. Bunun görünməyən tərəfi nədir? Bu insanın görünən tərəfidir. Amma insanın görmədiyimiz hüceyrələri, hüceyrələrin adını bilirik yalnız. Toxumadır, orqandır, orqanlar sistemidir. Yəni, insan bədəni nələrdən ibarətdir? Nələrdən ibarətdir? Hüceyrədən, toxumadan, orqanlarımızdan, orqanlar sistemimizdən və ümumi orqanizmadan ibarətdir. Gəlin görək bu hüceyrə nədir? Nədir hüceyrə? Bütün canlılar hüceyrədən təşkil olunub. Bütün canlılar nədən təşkil olunub? Hüceyrədən. Təsəvvür eləyin ki, bu marker canlıdır. Və bu nələrdən təşkil olunub? Hüceyrələrdən təşkil olunubdur. Düzdürmü? Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş vahididir. Hüceyrə nədir? Canlı orqanizmlərin ən kiçik quruluş vahididir. Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş vahididir. Bütün canlılar hüceyrələrdən təşkil olunub. Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş vahididir. Toxuma nədir? Baxın uşaqlar hüceyrələrə. Görürsünüz, balaca. Canlı orqanizmin ən kiçik quruluş vahididir. Bax, bu hüceyrələrdir, balaca olanlar. Bu isə toxumalardır. Eyni funksiyaya malik olan hüceyrələr qrupu hüceyrələr arası maddə ilə birlikdə toxuma əmələ gətirir. Eyni funksiyaya malikdir hüceyrələr qrupu. Yəni, hamısı eyni işi görür. Yəni, eyni funksiyaya malik olan hüceyrələr qrupu deməkdir ki, yəni, eyni işi görən hüceyrələr qrupu hüceyrələr arası maddə ilə birlikdə toxuma əmələ gətirir. Toxumanı nə əmələ gətirir uşaqlar? Eyni funksiyaya malik olan hüceyrələr və hüceyrələr arası maddə yığışır, toxuma əmələ gətirir. Toxumanı hüceyrə və hüceyrələr arası maddə əmələ gətirir. Başa düşürsünüz? Yəni, toxumanı nə əmələ gətirir? Həmin bu hüceyrələr və hüceyrələr arası maddələr. Nə yaratdı? Toxuma yaratdı. İndi görək. Orqanlar birlikdə fəaliyyət göstərən müxtəlif tip toxumalar qrupuna təşkil. Orqanlar nədən ibarətdir? Toxumalardan. Orqanları nələr yaratdı? Toxumalar yaratdı. Özdə necə toxumalar? Birlikdə işləyən, fəaliyyət göstərən müxtəlif tip toxumalar. Birləşir, orqanı yaradır. Müxtəlif tip. Demək uşaqlar, hüceyrə nə oldu? Bütün canlılar hüceyrələrdən təşkil olub. Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş vahididir.
Və toxumanı nə yaratdı? Hüceyrə yaratdı. Orqanı nə yaratdı? Toxuma yaratdı. Başa düşürsünüz uşaqlar? Toxumanı hüceyrə yaradır, orqanı toxuma yaradır. Və neyindir? Orqanlar birlikdə fəaliyyət göstərən müxtəlif tip toxumalar qrupuna təşkil olmuşdur. Orqanlar sistemi müəyyən həyati prosesləri tənzimləyən orqanlar qrupudur. Nədir orqanlar sistemi? Müəyyən həyati prosesləri tənzimləmə. Həyati proseslər, yəni bizim yaşamağımız üçün lazım olan prosesləri tənzimləyən orqanlar qrupundan ibarətdir. Yəni həmin o orqanlarımız bədənimizdə bizim yaşamağımız üçün önəmli olan bütün orqanlarımız, belə deyək, orqanlarımız qruplaşır və orqanlar sistemi yaradır ki, bizdə belə bir orqanizmimiz olsun ki, bizdə bir insan kimi formalaşa bilək. Beləliklə, orqanizm orqanlar sistemindən ibarətdir. Həmin bu orqanizm orqanlar sistemindən ibarətdir. Orqanlar sistemi müəyyən funksiyanı bircə yerinə yetirən orqanlardan təşkil olunmuşdur ki, hər bir orqanda özünün vəzifəsi var. Biri qanı təchiz eləyir, ürəyə aparır, məsəl üçün, digəri bizim həzm prosesimizi yerinə yetirir, digəri bədənimizdə olan suyu balanslaşdırır və s. Hərəsinin öz vəzifəsi var. Demək, insan orqanizmi hüceyrələrdən, toxumalardan, orqanlardan, orqanlar sistemindən və orqanizmdən ibarətdir. Bütün canlılar hüceyrələrdən təşkil olunur. Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş vahididir və hüceyrələr və hüceyrələr arası maddələr birləşir, toxuma əmələ gətirir. Orqanlar da demək toxumalardan yaranır. Həmin o toxumalar da müxtəlif fəaliyyətlər göstərən demək orqanlar yaradır və orqanlar da bir sistemdir. Hansı ki o orqanlarımız birləşib bir sistem vasitəsilə idarə olunur, bir sistem yaradır. Və görək, bildik ki bu nədir? Orqanlar sistemi hansılardır? Deyirik orqanlar. Görək bu orqanlar sistemi hansılardır? Orqanlar sistemi nələrdən ibarətdir? Qan dövranı sistemindən ibarətdir, tənəffüs sistemindən ibarətdir, əzələ sistemindən ibarətdir, həzm sistemi, ifrazat sistemi, sümük sistemi, sinir sistemi. Orqanlar sistemi hansılar oldu uşaqlar? Qan dövranı sistemi, tənəffüs sistemi, əzələ sistemi, həzm sistemi, ifrazat sistemi, sümük sistemi, sinir sistemi. Qan dövranı sisteminin vəzifəsi nədir? Məsələn, bax bu qan rəngində götürək bir karandaş. Bu qan dövranı sistemidir. Bax, görürsünüz, qan rəngindədir. Bu neynir? Qan dövranı sistemi qanın bədəndə hərəkətini təmin edir. Bunun vəzifəsi nədir? Qanın bədəndə hərəkətini təmin edir. Bu nədir? Qan dövranı sistemidir. Neynir? Qanın bədəndə hərəkətini təmin edir. Digər, gəlin bunu götürək, tənəffüs sistemi. Bu tənəffüs sistemidir. Neynir? Tənəffüs sistemi vasitəsilə ağciyərlərdə qazlar mübadiləsi baş verir. Tənəffüs sistemi vasitəsilə bu neynədir? Ağciyərlərdə demək nə oldu? Qazlar mübadiləsi baş verir. Qulağa sözcan. Qan dövranı sistemi, tənəffüs sistemi. Qan dövranı sistemi neynədir? Qanın bədəndə hərəkətini təmin etdi. Tənəffüs sistemi deyir vasitəsilə, bax bu tənəffüs sistemi vasitəsilə ağciyərlərdə qazlar mübadiləsi baş verir. Tənəffüs sistemi deyəndə ağciyər və qazlar mübadiləsi, bunu yadımıza saxlayırıq. Gəlin əzələ sistemi götürək bir dənə də. Bu isə əzələ sistemidir uşaqlar. Əzələ sistemi sümüklərlə birgə bədənin hərəkətini təmin edir. Əzələ sistemi neynir? Hərəkət təmin edir. Qan sistemi neynir? Qanın bədəndə hərəkətini təmin edir. Tənəffüs sistemi neynədir? Ağciyərdə qazlar mübadiləsi baş verdi. Bu nə idi? Əzələ sistemi. Əzələ sistemi neynir? Sümüklərlə birgə bədənin hərəkətini təmin etdi. Gəlin bir dənə həzm sistemi çıxardaq uşaqlar. Həzm sistemi çıxardaq. Bu da olsun həzm sistemi. Həzm sistemi vasitəsilə uşaqlar qəbul edilən qida parçalandıqdan sonra qana sorulur. Bu həzm sistemidir. Bu neynədir? Bu, biz yemək yedik. Həmin o qəbul etdiyimiz qida parçalanır. Sonra həmin bu həzm sistemi vasitəsilə qana sorulur. Həzm sistemi vasitəsilə, yəni bu həzm sistemimizdir. Bunun işi nədən ibarətdir? Yediyimiz yemək parçalandıqdan sonra qana sorulmaqdan ibarətdir ki, həzm olundu mu? Yediyimiz qida. Onu həzm eləyəndən sonra onu neynədi? Parçaladı və qana sordu. Bu nədir? Həzm sistemi. Bu bizim ifrazat sistemimizdir. Qandakı tullantı maddələrini bədəndən xaric edir. Hardakı tullantı maddələrini? Qandakı.
Qanda lazım olanlar ki bədənə ötürüldü, lazım olmayanlar nə oldu? Bədəndən xaric elədi, getdi. Bu nədir bəs uşaqlar? Bu bizim sümük sistemimizdir. Sümük sistemi bədənin dayağını təşkil etməklə, dayaq nədir ki, dursun, düz dursun, dayaq. Dayağını təşkil etməklə yanaşı ona forma və görünüş verir, daxili orqanların qorunmasında iştirak edir. Sümük sistemi nədir? Bədənin dayağını təşkil etməklə yanaşı ona forma, həm dayağını təşkil eləyir, durmağını, dayağını, bütövlüyünü, həm də ona forma verir və ona görünüş verir. Həm görünüş görürsünüz, şaxqamətli insan görür, bir də ki, belə qozbel insanlar görür. Həmin o qozbel insanlar ki, beli belə əyilib, onların dayaq hərəkət orqanları düzgün inkişaf eləməyib və daxili orqanlar da yaxşı qorunmur. Onları qorunması təmin edən sümük inkişafıdır. Onurğa sisteminin düz olması daxili orqanlara da təsir göstərir. Sümük sistemlərimiz möhkəm olmalıdır, yaxşı işləməlidir. Kalsi qəbul etməliyik, pendir yeməliyik, qatıq, şor kimi bir şeylər yeməliyik. Bunlardan ala bilmiriksə qidaları, ürəyimiz bulanırsa, mədəmiz bulanırsa, bu kimi şeylər kalsi vitamini əgər yoxladırıq, çatmırsa bizdə, bunun çatmadığını hardan bilirik? Sümüklərimizin ağrımağından, boş olmağından, taqətimizin olmamağından, biraz yol gedəndən sonra yorulmağımızdan və s. bilir ki, sümük sistemi demək sinirləri ya zədələnib, ya da ki, orada vitamin çatışmazlığı var və orada balanslaşma zəif gedir. Və ona görə sümük sistemi bədənin dayağını təşkil edir, dik qamətini, həm də onunla yanaşı forma və görünüş verir. Gəlin sinir sisteminə baxaq. Ən əsas bizi sinir sistemi duyğu orqanları ilə qəbul edilən duyğu orqanları nədir uşaqlar? Duyğu orqanları qoxu bilmək, dad bilmək, görmək, eşitmək, dəri, yəni hiss etmək, toxunmaq. Bunlar bizim duyğu orqanlarımızdır. 5 dənədir və həmin onların vasitəsilə sinir sistemi duyğu orqanları ilə qəbul edilən informasiyanı sinir sistemi onları nə vasitəsilə qəbul edir? Biz görməklə sinirimizə məlumat ötürürük, eşitməklə, dadmaqla, iyləməklə, toxunmaqla sinirimizə məlumat ötürürük və o informasiyaları sinirlərin köməyi ilə toplayır sinir sistemi. Onları təhlil eləyir, görək burada nə proses gedir və bütün funksiyaları başlayır tənzimləmək bizim orqanlarımızın hamısına əmr verir. Deyir ki, təhlil eləyir, gördüyümüzü, eşitdiyimizi, danışdığımızı, iylədiyimizi, yediyimizi, toxunduğumuzu təhlil eləyir. Daha sonra başlayır oradakı məlumatları lazım olan orqanlara paylaşdırıb ötürməyə. Başa düşürsünüzmü? Görün bizim orqanlarımız necə mütəşəkkil və birlikdə fəaliyyət göstərir və dedik, qan dövranı sistemi, tənəffüs sistemi, insan orqanları hansı sistemindən? Əzələ sistemi, həzm sistemi, ifrazat sistemi, sümük sistemi və sinir sistemi. Dedik, qan dövranı sistemi qanın bədəndə hərəkətini təmin edir. Tənəffüs sistemi deyən kimi ağciyərlərdə qazlar mübadiləsini yadınızda saxlayın. Əzələ sistemi dedikdə bütün sümüklərin birgə bədəndə hərəkət etməsini nəzərdə tutun. Həzm sistemi dedikdə qəbul etdiyimiz qidanın parçalanıb həzm olunduqdan sonra qana ötürülməsini nəzərdə tutun. İfrazat sistemi qandakı tullantı maddələri ifraz edir və qandan xaric edir, bədəndən xaric edir. Sümük sistemi dedikdə də bədənin dayağını, o variantı seçəcəksiniz. Sümük sistemi bədənin dayağını təşkil edir, ona forma, görünüş verir, daxili orqanları da qoruyur. Tək görünüş vermir, həm də daxili orqanları qoruyur. Sinir sistemində həmin o 5 duyğu üzümüz var idi. Onlarla qəbul olunan informasiyaları sinirimizin köməyi ilə təhlil edir, toplayır, orqanizmimizin bütün funksiyalarını tənzim edir. Deyir bizim orqanlarımız harada yerləşir? Uşaqlar, gəlin baxın. Orqanlarımız harada yerləşir? Başımızı çox gözəl tanıyırıq. İnsan var ki, bir dənə başını tanıyır. Baxın, döş qəfəsi döş boşluğu, qarın boşluğu, ürək. Ürək harda yerləşir uşaqlar? Ürək solda yerləşir. Əlimizi sol tərəfimizə döş qəfəsinin üstündə biraz üzərinə belə əlimizi qoyuruq. Görürsünüz, döyüntülərdən hiss edirik ki, ürəyimiz solda yerləşir. Nadir dünyada 1-2 nəfərin ürəyi sağda yerləşər. O da ki, yəni bioloji proseslərin indi insan orqanizmində düzgün getməmək nəticəsində olur. Amma əksər hallarda normal insanlarda ürək sol tərəfdə olur. Və uşaqlar deyir ki, insan bədəni 3 hissəyə ayıra bilərik. Başa, gövdəyə, ətraflara. Bu summativdə sizə düşəcək. İnsan bədəni neçə hissəyə ayrılır? 3 hissəyə ayrılır. Hansılardır? Baş, gövdə, ətraflar.
İnsan bədəni neçə hissəyə ayrılır? 3 hissəyə. Baş, gövdə, ətraflar. Bədənin əsas orqanları baş və gövdə hissəsində yerləşir. Döş və qarın boşluqları gövdə hissəsinə aid edilir. İndi görək burada nə deyir? Biz necə hərəkət edirik uşaqlar? Yemək üçün qidanı ağzımıza aparır. Sizi çağıran insanı görmək üçün arxaya dönür. Gün ərzində idman edirsiniz. Siz hərəkət edə bilməsəniz, o zaman gündəlik həyatınızda bu və ya digər fəaliyyətləri yerinə yetirə bilməyəcəksiniz. Hərəkət edə bilməyimizin səbəbi insan orqanizmində birgə fəaliyyət göstərən iki sistem, sümük və əzələ sisteminin olmasıdır. Biz nəyin vasitəsilə hərəkət edirik? Sümük və əzələ sistemi. Sümük və əzələ sistemi bizim nə işimizə yarayır? Hərəkətimizə. Elə əzələlərin içərisi sümükdən ibarətdir. Düzdürmü? Sümük və əzələ. Bu da bizim dayaq hərəkət orqanlarımızın inkişaf eləməsinə görə. Sümük sistemi bədənimizə forma verən skeletdən ibarətdir. Fikir verirsiniz? Bu bizim maketimizdir. İnsanın maketidir skelet. Sümük sistemindən ibarətdir, sümükdən ibarət. Deyirik sürsümükdən. Sürsümükdən ibarətdir, bəli. Və bu da bir skeletdir. Əgər bu sistem, bu skeletimiz, bu sümüklərimiz olmasaydı, ayaq üstə durub və otura bilməzdik. İnsanın skeleti sümüklər və onların birləşməsindən təşkil olunur. Və insan nədən ibarətdir? Kəllə skeletindən, döş qəfəsi, onurğa sütunu. Kəllə skeleti nədir? Kəllə bir neçə sümüklərdən ibarət olub, beyni qoruyan dəbilqə rolunu oynayır. Summativdə düşə bilər. Hansı orqandır? Nədir ki, dəbilqə rolunu oynayır? Kəllə skeleti. Kəllə skeleti nəyi qoruyur? Beyni qoruyur. Bayaq bizim mən o bir demək dərslərdə izah eləmişdim. Baş beyin qutusunda nə yerləşmişdi? Baş qutusunda nə yerləşmişdi? Beyin. Kəllə yerləşmişdi, beyin. Həmin o beyin var, beyin. Beynimizi qoruyan nədir? Kəllə skeletidir. Kəllə ilə başdır da, baş skeleti. Kəllə skeleti nəyi qoruyur? Beynimizi qoruyur. Necə qoruyur? Dəbilqə kimi. Necə ki biz motosiklet və s. geyində belə deyim də dəmir başlıqlar, dəbilqələr vaxtı deyirlər, döyüşlərdə istifadə edirlər. Zərbədən, ağırlıqdan, baş verə biləcək qəzalardan başımızı qorumaq üçündür. Həmin o dəbilqə rolunu nə oynayır? Kəllə skeleti deyinir, beynimizi qoruyur. Beynimizi nə qorudur? Kəllə skeleti. Döş qəfəsi nədir? Döş qəfəsini 12 cüt qabırğa və döş sümüyü, ürək və ağciyərləri xarici təsirlərdən qoruyur. Fikir ver. Döş qəfəsini təşkil edən 12 cüt qabırğa. 12 cüt qabırğa nəyi təşkil edir? Döş qəfəsini. Və döş sümüyü, ürək və ağciyərləri xarici təsirlərdən qoruyur. Ürəyimizi, ağciyərlərimizi nə qoruyur uşaqlar? Nə qoruyur? 12 cüt qabırğa və döş sümüyü. 12 cüt qabırğamız var. Bilirdin sən onun 12 dənə qabırğamız var. 12 cüt. 12 cüt qabırğamız var, bir də döş sümüyümüz var. Həmin o qabırğa və döş sümüyü nəyimizi qoruyur? Ürəyimizi və ağciyərlərimizi nədən qoruyur? Xaricdə baş verən biləcək təhlükələrdən qoruyur. Qabırğalar arxadan onurğaya birləşmişdir. Qabırğalar arxa hissədən onurğaya birləşmişdir. Uşaqlar, 12 dənə qabırğamız var və döş sümüyümüz var. Bizim ürəyimizi və ağciyərlərimizi qoruyur. Bəs beynimizi nə qoruyur? Kəllə skeleti qoruyur. Necə qoruyur? Dəbilqə kimi qoruyur. Onurğa sütunu. Onurğa sütunu 33 və 34 sümükdən ibarətdir. Uşaqlar, onurğa sütunu nədən ibarətdir? 33-34 sümükdən ibarətdir. Onun sayəsində bədənimizi düz vəziyyətdə saxlaya bilib və bükę bilirik. Nəyin vasitəsilə bədənimizi düz saxlayıb bükę bilirik? Onurğamızın vasitəsilə, onurğa sütunumuzun vasitəsilə, hansı ki 33-34 sümükdən ibarətdir. Və biz onun vasitəsilə nə edirik? Onurğa sütunu vasitəsilə düz vəziyyətdə saxlayıb bədənimizi bükę bilirik və həmçinin onurğa beynini qoruyur. Onurğa sütunu həm də nə edir uşaqlar? Onurğa sütunu həm hərəkətimizi tənzimləyir, bükę bilirik, bədənimizi düz vəziyyətdə saxlaya bilirik, həm də onurğa beynimizi qoruyur. Onurğa beynimizi qoruyur. Və uşaqlar, tək bizim onurğa beynimiz yoxdur. Onurğa sütununa sahib olan heyvanlar da var və onlara baxırıq, kərtənkələdir, göyərçindir. Bunlar düşə bilər summativdə. Onurğa sütununa sahib olan heyvanlar: kərtənkələ, göyərçin, qurbağa, at, fil, meymun. Hansılar oldu? Kərtənkələ, göyərçin, qurbağa, at, fil, meymun. Kərtənkələ, göyərçin, qurbağa, at, fil, meymun.
Və deyir, yetkin insanların skeleti ilə uşaqların skeletini müqayisə etdikdə onların daha böyük olduğunu görür. Təbii ki, yetkin insanların skeleti daha böyük olacaq. Buna səbəb yaş artdıqca insan skeletinin ölçülərinin dəyişilməsidir. Bəli, qalınlaşır, uzanır və s. Necə düşünürsünüz? Hündürboylu insanlar bütün sümükləri, qısa boylu insanlar sümüklərini böyütür. Təbii ki, deyirik ki, əgər insan böyüdükcə artır. Demək, onun skelet forması da dəyişir və sümük birləşmələri, hərəkətlər, uşaqlar baxın, kəllənin əksər sümükləri bir-biri ilə hərəkətsiz birləşir. Yarım hərəkətli birləşmələrə onurğa sütununda rast gəlinir. Bu cür birləşən sümüklər qismən hərəkət edir, yarım hərəkət edir. Bu isə hərəkəti birləşmələrə və ya oynaqlara qollarda və ayaqlarda rast gəlmir. Baxın, qollarımızı necə bükürük, qollarımızı və ayaqlarımızı necə bükürük. Bu oynaqlar sərbəst şəkildə hərəkət edə bilir. Hərəkətli birləşmələrdir bu. Bu yarım hərəkətli birləşmələrdir. Və deyir, bəzən müxtəlif səbəblərdən sümüklərimiz çatlaya və sına bilir. Sınmış sümük özünü bərpa edə bilir. Amma sizə bir söz deyim, uşaqlar, inkişaf etmiş uşaqlarda bərpa eləyir. Uşaqlarda daha çox yaşlanan insanlarda niyə bərpa eləmir? Çünki artıq hüceyrələr çoxu ölüb, orqanizmlə bir çox proseslər baş verib deyə onlarda biraz geç sağalır. Həkim sınıq olan nahiyyə gips sarğısı qoyur ki, zədələnmişsə tamamilə hərəkətsiz qalır. Bir yer sınıbsa, ona gips qoyur, dümdüz saxlayır. Onu da bərkidir ki, o orada bitişəndə əyri bitişməsin. Sən onu tərpətsən, o oradan artıq əyri bitəcək. Bizlərdən uzaq olsun. Görürsünüz, bir insanın qolu qırılanda onu gipslə deyirlər, özü tərpətmə. Bərk qoymalısan. Çünki o bir balaca oynasa əyri bitə bilər. Gips qoyur ki, zədələnmişsə tamamilə hərəkətsiz və sınmış sümüklər bir-birinə yaxşı bitişsin, yəni düz bitişsin. Nəticədə gips sarğısı sümüklərə bəlkə vəziyyətini gətirməyə kömək edir. Görürsünüz? Və ona nə tapşırır? Barmağını da belə tutur ki, nə badə tərpədəsən və oynadasan. Bu düz qalmalıdır. Sonra əzələlər necə işləyir? Uşaqlar baxırıq. Sümüklər əzələlərin köməyi olmadan hərəkət edə bilməz. Sümüklər nəyin köməyi ilə işləyir? Əzələlərin. Ona görə skelet sistemi ilə yanaşı əzələ sistemində ehtiyacımız var. Uşaqlar baxın, üzməkdir, yazı yazmaqdır, qaçmaqdır. Bunlar nəyə vasitəsilə edirik? Əzələ sistemimizin, sümüklərimizin vasitəsilə. Bədənimizin hər yerində əzələ var. Şəkilə baxaraq əsas skelet əzələlərin adı verilir. Uşaqlar baxırsınız, əzələlər nədən ibarətdir? Çənə əzələləri, boyun əzələləri, çiyin əzələləri, qarın əzələləri, bazunun üç başlı əzələsi, bazunun iki başlı əzələsi, bud əzələləri, baldır, ayaq əzələləri, ön baldır əzələləri. Görürsünüzmü uşaqlar? Deyir, insanın skeletini təşkil edən sümükləri əzələlər birləşir. Əzələlərimizə baxın, uşaqlar, desələ hansı əzələlər tanışsınız? Çənə əzələləri, qarın, bud, ön baldır, boyun, çiyin, bazu, üç başlı, iki başlı əzələ, bir də baldır, ayaq əzələləri. Bu əzələ sistemindən biraz. Baxın, bazunun iki başlı əzələsi ilə biz qolumuzu büküb düzəldə bilərik. İki başlı əzələsi burada görürsünüz, hərəkət boşaldıqca görürsünüz, demək uzanır bizim o, demək ki, hərəkət etdiyimiz, demək ki, bazunun üç başlı əzələsi burada bayaq boşalırdı. Burada isə yığılır. Yığılır. Hərəkət etdikcə görürsünüz, yığılmağa və açılmağa. Baxın, fərqə baxırsınız necə olur. Yığılanda necə olur, açılanda necə olur. Və uşaqlar, növbəti dərsimiz yediyimiz qidalar hansı proseslərdən keçir? Gəlin baxaq uşaqlar, ağız boşluğu, nazik bağırsaq, yoğun bağırsaq, qida borusu, mədə. Ağız boşluğu, həzm ağız boşluğunda başlayır. Yadınızdadır uşaqlar, bilmirəm, indi balaca vaxtı həyat bilgisindən keçirmişdiniz. İndi mən yadınızda qalıb yoxsa, deyir, tüpürcəyimiz qidanı parçalamasına kömək edir. Bunu bilirdinizmi? Tüpürcəyimiz qidanın parçalaması. Əvvəlcə həzm prosesi ağzımızda gedir. Ağız boşluğumuzda başlayır. Burada dişlər qidanı kəsir, daha kiçik hissələrə parçalayır və xırdalayır. Düzdürmü? Biz onu uda bilərik sizcə? Qida borumuzdan keçməz. Dişlərimiz köməyimizə yetir və ağız boşluğumuza dişlərimiz yerləşir ki, qidanı parçalayır, xırdalayır. Eyni zamanda ağız suyu bəzlərinin ifraz etdiyi maddə qidanı isladaraq yumşaldır və onun udulmasından sağlanır. Ağzımızda su yerləşir. Tüpürcəyimiz, ağız suyumuz vasitəsilə həmin qida konsentrasiya təşkil edir, birləşir və birləşdikdən sonra dil qidanı ağız suyu ilə qarışdırır və dinləyir. Qidanı ağız suyu ilə qarışdırır və onu çox kiçik hissələr halında qida borusunu ötürür.
Və görək nə edir? Qida borusu nə edir? Həmin bu qida borusu ağız boşluğunu mədə ilə əlaqələndirən əzələli boru şəkilli orqandır. Qida borusunun əzələləri yığılıb boşalaraq dalğavari hərəkətlər əmələ gətirir. Bu hərəkətlər sayəsində qida mədəyə doğru ötürülür. Qida borusu da nə edir? Qidanı mədəyə ötürür. Görək mədə nə edir? Mədə qalın əzələli divarlara malik orqandır. Mədənin divarlarından şirə ifraz olunur. Mədə divarını əmələ gətirən əzələlərin yığılması sayəsində qida və mədə şirəsi tam qarışır. Diqqəti məndə olsun hocam. Tam qarışır. Təxminən 4-6 saat qarışdıqdan və həll olunduqdan sonra maye halında olan qismən həzm olunmuş qida horrası, yəni ki, belə deyim də, kaşa formasındadır, horra kaşa formasındadır, nazik bağırsağa ötürülür. Ağız boşluğundakı yeməyimiz qida borusuna getdi. Qida borusumuz mədəmizə apardı, mədə nazik bağırsağa apardı. Müəyyən qədər həzm olunmuş qida horrası, yəni kaşa formasında olur. Nazik bağırsaqda mədaltı vəznin və qaraciyərin ifraz etdiyi şirə ilə qarışır. Həmin o qida nə olur? Mədaltı vəzin və qaraciyərin ifraz etdiyi şirə ilə qarışır. Həmin o şirəni mədaltı vəz qaraciyər ifraz edir. Burada qida maddələri həzm olunaraq qana sorulur. Qana sorulur. Yoğun bağırsaq nə edir? Yoğun bağırsaq nazik bağırsağa nisbətən daha qısa olur. Nazik bağırsaq uzun olur, yoğun bağırsaq qısa olur. Yoğundur çünki qalındır. Yoğun bağırsaqda həzm olunmamış qida qalıqlarının tərkibində mayenin qana sorulması başa çatır və nəcis kütləsi formalaşır. Həzm kanalının sonunda yerləşən bu dəlik vasitəsilə, yəni anus dəlini vasitəsilə nəcis bədəndən xaric olunur. Bu qədər uşaqlar və hava bizə nə üçün lazımdır? Bilirik, nəfəs almağımız üçün lazımdır. Oksigen olmadan biz yaşaya bilmərik və astronavtlar belə oksigen balonu ilə demək, onun vasitəsilə həyatda qalırlar. Tənəffüs sistemlərimiz nədən ibarətdir? Bilirik, tənəffüs sistemimiz burun boşluğundan, nəfəs borusundan, ağciyərlərdən, diafraqmadan ibarətdir. Bunlar hər biri bir summativin cavabıdır. Uşaqlar, sizə düşəndə tənəffüs sistemi nədən ibarətdir? Deyirsiniz, burun boşluğundan ibarətdir, biz burnumuzdan. Nəfəs borusundan ibarətdir. Ağciyərlər bir diafraqma. Nəyin vasitəsilə tənəffüs edirik Özcan? Burun boşluğu, nəfəs borusu, ağciyərlər, diafraqma. Burun boşluğu hava burunla qəbul edilir və xaric olunur. Burun havanı qızdırır, tozdan təmizləyir, nəmləndirir. Nəfəs alarkən hava nəfəs borusu vasitəsilə ağciyərlərə daxil olur. Nəfəs verdikdə isə geriyə ağız və burun boşluğuna ötürülür. Ağciyərlər nə edir? Ağciyərlər süngərə bənzəyən ağciyərlər döş qəfəsinin əksər hissəsini tutur. Sağ ağciyər sol ağciyərə nisbətən daha böyükdür. Fikir verin ha. Sağ ağciyər sol ağciyərdən böyükdür. Diafraqma, əzələli diafraqma havanın ağciyərlərə daxil olmasını və xaric edilməsini təmin edir. Nəfəs alma və nəfəs vermə zamanı bədənimizdə hansı proseslər baş verir uşaqlar? Əzələlər nəfəs alarkən qəbul etdiyimiz havanın ağciyərlərə daxil olmasına və oradan xaric edilməsinə kömək edir. Baxırsınız uşaqlar, döş qəfəsi genişlənir. Qabırğalar, diafraqma əzələləri yığılır, nəfəs almadır. Nəfəs alanda nə olur? Döş qəfəsi genişlənir. Qabırğalar, diafraqmalar, bunlar əzələlər burada yığılır. Nəfəs vermədə nətərdir? Döş qəfəsi sıxılır. Nəfəs alanda genişlənir, nəfəsi verəndə sıxılır. Ağciyərlər, diafraqma əzələləri boşalır. Qəbul edilən hava tərkibində oksigen daha çoxdur, tərkibində karbon qazı daha azdır, tərkibində su buxarı daha azdır, nisbətən sərindir. Aldığımız hava. Bəs verdiyimiz hava nədən ibarətdir? Tərkibində artıq oksigen azdır. Onu biz alıb orada bədənimizə nə proseslərdən keçib oksigen azalıb. Tərkibində karbon qazı daha çoxdur. Orada belə deyim də zərərli lazımsız maddələrlə qarşılaşır. Artıq karbon qazı daha çoxalır. Tərkibində su buxarı daha çoxdur. Nəfəs alanda az idi, nəfəsi xaric edəndə çoxaldı. Su çoxaldı və uşaqlar, havanı fikir verin. Havanı ağzımızdan alanda sərin olur. Ağzımızdan verənə görürsünüz, birdən hava isti çıxır burnumuzdan. Və dərslərimizin digərləri də kanalımızda var. Orada baxa bilərsiniz. Ümumi lazım olan dərslərimizi, vacib dərslərimizi demək olar ki, təkrar elədik. Bu qədər uşaqlar.